Salam, hər vaxtınız xeyir olsun. Üçbucaqlara aid maraqlı bir məsələnin həllini sizinlə paylaşıram. ABC üçbucağında AM parçası 4, NC parçası 6, MN parçası AC tərəfinə perpendikulyar və uzunluğu 3-ə bərabərdir. Əgər M nöqtəsi ağırlıq mərkəzi olarsa, BM parçasının uzunluğu nəyə bərabərdir? Biz bilirik ki, ağırlıq mərkəzi medianların kəsişdiyi nöqtədir. Və eyni zamanda AC-nin uzunluğunun da 10 olduğunu görürük. B təpə nöqtəsindən çəkilən median AC parçasını 2 bərabər hissəyə ayırır. Gəlin B təpəsindən çəkilən medianın AC tərəfi ilə kəsişmə nöqtəsini K ilə işarə edək. Bu zaman AK 5, KC 5 olacaq. Diqqətlə baxsaq, NK-nın 1 olduğu məlumdur. MN də bilirdik. Burada alınan MNK üçbucağında MK tərəfi hipotenuzu Pifagor teoreminə görə kök altında 10'a bərabərdir. Biz də bilirik ki, BM parçası MK parçasından 2 dəfə böyükdür. Medianların xassəsinə əsasən onda BM bərabərdir 2MK. Bu da bərabərdir 2 kök altında 10. Diqqətiniz üçün minnətdaram.